Salamlar, vaxtınız xeyir olsun, dəyərli futbol azarkeşləri, bizim Foodcast YouTube kanalımızın dəyərli, dəyişilməz izləyiciləri, hər birinizi xoş gördük. Üçlü podkast həmkarlarım Rafael və Ziya ilə yenidən qarşınızdayıq və söz verdiyimiz kimi ötən həftədə danışdıq, dəyərləndirdik və qeyd etmişdik ki, Azərbaycan klublarının ikinci oyunlardan sonra, cavab oyunlarından, daha doğrusu ikinci mərhələnin ilk oyunundan sonra da belə deyək, üçlü podkastımız olacaq və öz axarıyla davam eləyir. Gözə gətirdik deyəsən, gözə gətirdik. Biz ardıcıl qələbələr, Neftçi başladı, Siftəni korladı o ikinci təsdifatın ilk oyununda. Onun ardıcıl da demək olar ki, bir dənə Sabah, daha doğrusu Sabah qələbə ilə davam edirdi. Amma Neftçi Siftəni başladı, korladı o ilk məğlubiyyətlə və ardında gətirdi Qarabağ və Zirə. Sonluq pis oldu, sonluq pis oldu. Buna baxmayaraq hər birinin yenidən şansı qüvvəsində qalır və başlayaq, uzatmadan başlayaq. Bir daha əvvəldə qeyd edeyim ki, izlədiyiniz və dəyə yazdığınız üçün təşəkkür edirəm. Ötən buraxılışda izlədiniz və kifayət qədər rəylər var idi. Və kanala abunə olun mütləq. Abunə olun. Sayımız Instagram necədir? Statistika səndədir. 12261 nəfər. Aha, hamısı dəqiqliyi ilə. İndi veriliş gedəndə yəqin bəli, bunu 12300 edirsiniz, davam edirsiniz. Bu Instagram statistikası idi. Yox, YouTube'un 5476-da Instagram. Instagram'a da biraz güc verin çünki orada da daimi paylaşımlar gedir. Ən son xəbərlər paylaşılır. Bax belə, Neftçidən başlayaq, yoxsa Sabahdan? Sabahdan başlayaq. Gəlin, qələbə qazanan komandamızdır. Mən dedim, negativdə kökləməyək. Birinci pozitivdən başlayaq. Sabah qələbəsini qazandı. Biraz sən də açıq gözləyir, hamımız gözləyirdik ki, bol qollu, daha asan, daha bol qollu. Amma Sabahın, mən deyərdim ki, böyük geniş dəyişikliyi də olmayıb ki, deyərsən ki, heyət bir-birinə yox. Həmin heyətdir, amma sanki hələ ki istirahətdən qayıtmayıblar. Çünki o topları Rafael Ziya yaxud mən olsaydım. Pritçerləri qaçıb oyuncuların yerindən. Ötən dəfə danışdıq, məngənəyə salmaq lazımdır ki, məngənəyə pressə salmaq lazım ki, ayaqları razvala salmaq lazım. Balansı yox ki, salmaq. Ona epizodlar idi, qaçırıldı. Simicin 8-ci. Sabah möhtəşəm futbol oynadı. Futbol olaraq möhtəşəmdir. Komanda yenə də, elə bir ki, biz İspaniya-Argentina oyuna baxdıq. Total dominasiya, rəqibə heç bir şans vermədi, sondakı bir şans kimi. Yəni, eyni senarini gördük. 90-cı dəqiqə kimi Kups öz meydan 30 metrdən çıxa bilmirdi. Sabah ilk 10 dəqiqədə 2 dənə qol vura bilərdi. Simicin qaçırtdığı epizod var ki, 3 metrdən topu çölə vurdu. Yəni, çox belə dəhşət epizodlar qaçırdı. Birincisi 3-0 bitə bilərdi, ikincisi də 2-0. 5-0 oyun bitə bilərdi. 5-0'lıq oyun var idi, 5-0'lıq oyun. Umar Ali'nin vura bilmədiyi boş qapıya başla zərbəsi var idi. Başla yox, elə bir dənə də o keçdi deyəsən qapının çərçivənin üstündən vurdu. Onu deməmi, yəni 100% aşırıdan topu Simic idi də səhvləmirəmsə. Ya Puxacedi qaldırdı, boş qapıya vura bilmədi. Bir topu da var idi. Yəni Umar Ali, Mikkelsin özü birinci hissədə bir təkbətəkə vuranmadı, ikinci hissədə həmçinin. Mikkels məncə yaxşı vəziyyətdə deyil hal-hazırda. Mbina oynasa daha yaxşı olar hücumda. Onu deyərdim ki, Mbina daha yaxşıdır hücumda hal-hazırda. Mikkels belə deyək də bəzi epizodlar olur ki, hansında ki topu sağa çəkib, məsələn sol canaqdan gəlirdi, indi burada göstərir. Sol canaqdan gəlirdi. Bu, məsələn, 16-nın irəli hissəsi bomboşdur, gedirdi xəttin üstünə, dibə gedirdi. Halbuki çəkib sağa qapıya zərbə endirə bilərdi. Yəni, belə köhnə Kakaleti və ya Riberinin oyunu stilində deyək də. Amma halbuki Mikes elə epizodlarda əksəriyyətində xəttin dibinə keçib içəriyə kəsmə edir, kaslar atırdı. Elə bir ki, Mikes hələ ayılmayıb tam, o istirahətdən tam gəlməyib. Oyunun qeyd eləmək istədiyim Lepnitsa idi ki, möhtəşəm idi. 2 dəfə top itirdi, yəni paslar səhv olurdu. Qalan oyunun tempini ürək istədiyi kimi tənzimləyirdi. Bildiyin elə bir ki, Sergio Busquets, Xabi Alonso vibe'ında bir oyuncudur. Hazır da, yəni düşüş olmayıb. Möhtəşəm. Lepnitsa sabahda qalana kimi Sabah müdafiədən çox rahat şəkildə çıxacaq və oyunun tempini istədiyi kimi də nəzarətdə saxlaya biləcək. Bir maraqlı məqamda var ki, Maldanın mümkün gedişi artıq cəzalandırıb Dambrauska atıb ehtiyat oyuncular skamyasına. Basel təklif edib Sabaha. 5 milyon avro deyirlər. Hələ ki dəqiq açıqlanmır, amma həmin civarlardadır. Yəni Maludanın da mümkün gedişi Sabahın gücünü doğrudan da, yəni sözün əsl mənasında azaldacaq. Yəni Maludanın meydanda olmağı mənim fikrimcə 5 milyon Rafael məncə normal puldur. Mən anında satardım. 100%, yəni satmaq lazımdır. Çünki getmək istəyir. Belə deyək, əslində
5 milyon verib plus məsələn 20% növbəti satışdan da bənd qoya bilər əgər Sabah bacaracaqsa. Lap mən 3 milyona satıb 20%. Hə, 20%, hə, bəli. Qəbul edəsələr potensial 15-20 milyona satışdır. Yəni 20-25 milyon potensial. Çünki adam 20 yaşı var, yəni Fransa pasportudur, familiyası, soyadı, yəni Maludadır, Məktəhədə, yəni potensial böyük. Hə, yəni bir 20 milyona satacaqlar, oradan da 20% alsalar bu artıq böyük bir rəqəmdir. Kim almasa bir Chelsea alacaq. Kim almasa da Chelsea alacaq, düzdür. Chelsea Wenger harda gördü, ala Gitensə Mites 60 milyon. Məsələn, Summerville məsələsi. Hə, Summerville. Qrupa kimsə yazmış. Dadaş yazmış. Kim almasa da Chelsea alacaq. Adamlar 137 milyon avro verdilər Morgan Rodgers'a. Nəysə, Sabaha qayıtsaq, Sabah həqiqətən möhtəşəm oynadı. Bitiricilikdə problem var. 3 oyunun 3-ündə də Sabah total dominasiya elədi. Bitiricilikdə bəzi problemləri çıxmaq şərti ilə Sabah rahat da gedir. Gözlədiyimiz oyunu verir. Əvəz etməyə getmədi. 2 dənə cəmi əvəz etmə oldu. Hə, Maldana da məsələn salmadı. Severina ilə Emina Maldan məsələsini deyə bilərəm mən. Sən fikri istəyirsən bitir. Yox, mən məsələn əvəz etmələrə də getmədi. Bu riskə getdi. Bu gün oxudum bir Sabah səhifəsində yazıb ki, deməli Dambraskas Maldaya nə deyib? Deyib ki, hamı deyir oyuna fokuslanır. Sənin isə fikrin getməkdədir deyir. Yəni hörmətsizlik edirsən də komanda yoldaşlarına. Ona görə oturub 32-ci eləyir. Heç oyuna da salmır. Bir məsələ də var da, yəni TNS-lə Kups Sabahın səviyyəsində deyildi. Yəni ki, bunu açıq-aşkar deyə bilərik ki, yəni Sabah həmin rəqibi, yəni Kupsla 1-1 də olsa Sabah səfərdə məğlub eləyəcək. Mən inanıram yəni o komandaya, amma əsas 3-cü mərhələni demək olar ki, ötən verilişdə də biz mən şəxsən gözləmirdim. Mən də gözləmirdim. Danimarka komandalarını daha möhkəm gözləyirdik də. Mən dedim Orus Morus. Orus Morus. Gələsi olmadı. Qapıçılar qırmızı kart. Mən həyatda çox şey başa düşürəm, amma bir dənə qapıçının qırmızı kart almağı başa düşmürəm də. Deyək ki, rəqib səndən üzbəyiz gəlir təkbətək epizodda. Niyə yıxıdırsan? O ya vuracaq, ya da çölə vuracaq da. Yəni refleksdir, ani refleks toxunduran kimi, yəni hakimlər də birbaşa hakimlərdə də insaf yoxdur. Qapıçı qırmızı verər. Lexin heyətinə baxıram, hansı ki Qarabağı səfərdə öz meydanlarında udmuşdular. Bakıda da 1-0 öne keçdiyi heyətdə məsələn İsak var idi onların heyətində. Hələ Cüns ordadır. Hələ də ordadır. Yəni Lex heyətini qorumağı bacarıb və illərlə Orxusun indi bu il çempion oldu. Yəni Orxus təcrübəsiz. Nə qədər də Kopenhagen, Midtjylland kimi komandalar Midtjylland çempionluğunu verdi. Çünki Avropa liqasında yaxşı ilərləyirdi. Kopenhagen məsələn təcrübə Avropada böyük şeydir. Amma Lex yəni Orxusu məğlub elədi. Yəni 80% keçmiş saymaq olar. 4-1-dən çətindir. Hər şey olur. Qırmızı kart ola bilər bu dəfə Lexin belə deyək əleyhinə. Amma bir məsələ də var ki, artıq yəni Sabahın gücü orada görünəcək. Lexlə oynadı və Lex bu qədər açıq müdafiədə boşluq verən, sənə dominant futbol oynamağa qoyan komanda deyil. Amma Kupsa keçsə artıq Sabah konfransı qaranti. Neçə ildən sonra, təxminən 7-8 il, yox 8 ildən sonra. Komandanın 9 yaşı var, nə? Yox, 9 ildən sonra bu il 2 komanda ilə təmsil oluna bilər yenə. Sonuncu dəfə bunu Qəbələ Qarabağı da inşallah ki düşsə. Çox olar, biraz da olar. Yox, çoxdur. 2017-ci ildə səhv. 17-18-də Qarabağ çempionlar arasında oynamışdı. Yox, 16-17-də. 16-17. Ondan qabaq olmuşdu da deyəsən bu. Mən bilən ondan qabaq. Çeldən qabaq Avropa. Çünki biz Neftçi getdi, ardıcan getdi. Qarabağ Qəbələ getdi. Qarabağ Qəbələ 2 dəfə oynayıb da Qəbələ. Hə, düzdür də. Hə, sonuncu sən deyirsən. Ən sonuncu dəfə deyirəm ki, yəni neçə ildən sonra fasilə olaraq iki klubumuz bizi Avropa kuboklarına. O məncə mənə də gəlir ki, qarantdır. Baxmayın, sizin Qarabağla bağlı fikirləriniz fərqlidir. Danışacağıq. Qarabağ da konfransa gedəcəkdi. Yəni hələ o baxımdan ən pis halda ən azı 2 klubumuz konfransa. Mən onu fikirləşirəm ki, təxminən 2 klubumuz Kupsu keçsə artıq konfransda dəqiq oynayacaq Sabah. Yəni Sabah Lexi də keçəcək. Amma sən necə bax indi Finlandiya səfərində Kupersin sona doğru biraz o sıxışdırmağa istəmir. Nəsə istədi də eləsin, amma alınmadı da. Alınmayacaqdı onsuz da. Yəni təcrübə baxımından, yəni nə TNS bir dediniz, nə də Kups mənə elə gəlir ki, Sabahla rəqib deyil. Hə, bu ən azından bu Sabaha rəqib deyil. Bu ölçüdə oyunçuların keyfiyyəti və yaxud son göstərilən nəticələrdə maddi də. Son dəfə nə vaxt hansı oyunda yadıma gəlir ki, Sabah məsələn bir 30 dəqiqə müdafiə olsansa komanda onu sıxsın. Qarabağ.
O da heç qol vuranmadı. Qol vura bilməmişdi. O Tofiq Bəhramov da 10 nəfərlə qalanda. Ondan başqa heç bir oyunda müdafiə olunmayıb. Yəni müdafiə indi mən nəyə sözümü gətirmək istəyirəm? Lexlə Çünki şey deyirsən. Lexlə oyunlarda Sabah bu qədər rahat oynamır. Qarabağla Təbii 10 nəfərlə müdafiə olmağı bacaran komanda. Mən Daha onu rahat fikirləşirəm ki, yəni bu komanda müdafiə olmağı da bacarır, Hə. hücum etməyi də bacarır. İstənilən komanda ilə oynaya bilər. Çünki biz çempionat çıxmaq, Qarabağın oyunlara çıxma şərti ilə heç bir komanda ilk dəfə Çətinlik Qəbələlə yaratmadı. oyunlar olmuşdu. Bəli. Qəbələ Sabahı qapısına sıxmışdı. Amma artıq biz Lexlə oyunda İndi Sabah orada Malda bax dediyim Malda məsələsi, orada öz sözünü deyəcək. Mikelsin formsuzluğu o vaxta Biraz qədər daha. 2 həftə, bir Hələ var bu, da 2 həftə 2 var. həftədə, yəni təxmini 2 həftə. Yəni formsuzluğu öz sözünü deyəcək. Yəni o Tamamilə də var. iki Əli. ciddi- Bakıda oyun oynamaq Bilirəm, çox istəyirəm. Ən azından- Qurbanov da özü açıqlama verirdi ki, Hava sərin hava olsun. deyir sərin olsaydı başqa cür futbol oynayardı. İndi ona neçə vaxtıdır sərin idi. Onsuz da indi düşdü bu ərəfəyə. İyulun ən qaynar vaxtına düşdü oyunlar. Elə ən qaynar vaxt avqustda gəlir. Yəni o da Yəni- məsələ. İtin zülmü. Yəni oynayıblar. Qarabağ ən azından təcrübəlidir bu mənada. Soyuğunda da oynayıb, qışında da oynayıb, qarında da oynayıb. Yəni onların əslində hava ilə bağlı bir şey Amma yoxdur. o Prosta- polyaklar üçün, finlər üçün çətindir da burada gəlib oynamaq. Bizim oyunçular oynayır. Orada- Hə, oynayıblar bizdə. Hə, məsələn, Onlar üçün zülmdür bura. Sabah gəlib üçün oynamaq. orada oynamaq biraz Finlandiyada Daha rahat da olacaq. asan olacaq. Amma Fin üçün gəlib burada oynamaq itin zülmüdür. İsti hava. isti Onlar hava. isti görür. İsti hava bir tərəfi. Yəni Nə? çox o qədər rütubət var ki, Nə çox istidən bir istidən ayda falan da çox su axır. Yekun sual Sabahla bağlı. Rafael, taktik nəsə dəyişiklik görürsən? Məncə elə eyni bu oyun. heyətlə də çıxacaq ora. Eyni oyun oynayır. Ola bilər ki. Mən sabahdan nəyi gözləyirdim və ikinci sezon onu eləmişdi. Bu dəfə də eyni şeyi gözləyirəm. Bu dəfə istəyirəm əsas heyətdə Embina başlasın. Mikes solda, Simic hücumçunun arxasında, Paris olacaq sağda. Aleksey İsayev çıxartsın. Çünki İsayev onsuz da Umarali ilə Lepnitsa dayaq yarım müdafiəsini ümumiyyətlə mərkəzi çox rahat saxlayırlar. Lepnitsanın sakitliyi, tempi idarə etməyi, Umarali də şeydə bu sıraxotdur da yəni. Hara gəldi gedir özü üçün. O BTR-də tanklarda var, təkərdən. O odur. Yəni ona Alekseyin o qədər də vacibliyi yoxdur. Bir fonda da ki, Sabah oyunu zaten diktə eləyir rəqibinə. Yəni onsuz da Sabah müdafiə olunmur ki, deyəsən ki, Aleksey biraz dinamikliyi lazımdır Sabah. Yox. Sən onsuz irəlidəsən, səndə irəlidə daha çox vurucu qüvvə olmağı daha yaxşıdır. Görürsən ki, Mikesdə alınmır da, biraz o bəlkə balansirovkaya salmaq Biraz da lazımdır. bəlkə Ayaqları düzəlsin. Taran tipli deməzdim. Tam amma yenə də Embina müdafiəçiləri həm də biraz yorulur da. cüssəli, daha yox, hə. Dinamik. Elə Taran tipli oxşuyur. Bəli. O tip futbolçu. Arxası önü yaxşı oynayır, Yaxşı oynayır, nəinki hə. Mikesdə. Yəni belə dəyişiklik Xüsusi dəyişiklik yoxdur hələ ki. Məncə heç bir şey Mənə də dəyişiklik gəlir. lazımdır. Sabah 3-cü təsnifatda Sabah əsas maraqlı oyunlar orada olacaq. Orada Bura keçəcək. biz Sabah keçəcək bir playoffda inşallah. çətin rəqib düşsə. X-lik kim olmasın. Flash skorda Mikesdə biraz dərsi digər oyunçularda bu Solveti vəhşi qara verib. Bilməm izləyicilər baxıb bir də flash skora baxarsa Steve Solvetin Qarabalar. Yox, ya bu eyni rəngdədirlər. Amma Solveti vəhşi qara verib. Hə. Nəysə, sabaha uğurlar arzulayırıq çempionlar. İndi o baxırdım o gördüm onu. Təxmin, hesab təxmini orada. İkinci oyunda yenə də 2-1 eyni tenis ssenarisi mən gözləyirəm 2-1. Udacaq Sabah orada. Və udacağı nə qədər Hədə 2-1 də mən 2 Mən 3-1 deyirəm. Mənə elə gəlir ki, Sabah 3 dənə vuracaq, bu artıq bu bitiriciliyi orada düzəldəcək də. Çünki gec-tez bu qollar gəlməlidir. Sən bu qədər şansa girib həmişə qaçır. klublarımızdan çox arxayın danışdıq. Yəni bax indi keçid eləyək məsəl üçün Neftçi bizim üçün bağlı qutuydu. İndi ona deyərik. Bəli. Amma Zirənin ilk mərhələdəki oyunu torpedonla və ondan da aşağı səviyyədə paydı. Və yaxud da onunla bərabər Əslində udmalı oyunu Bu çox bukmekер kontorları da aşkar fərq vermişdi. Səfərdə 1.33, yəni biz bukmekerdə Benfica uduzdu. Hə? Benfica uduzdu. Benfica St. Gallen, hə, o da oxşar idi. Eyni əmsal idi. Eyni əmsal idi. Bax, bunu vermək o deməkdir ki, Zirə aşkar favoritdir. Oyuna da elə başlamışdı. Mən Qarabağa baxırdım, üstə gəl efirə hazırlaşdım, tam oyuna baxan. Mən nə də bu gün eyni vaxtım oldu. şəkildə. Amma hərdən çöndərdim. Oyun onsuz da belə hesaba axıra yaxın gedən hesaba 0-0 layiq oynayırdı. İkini də axırda buraxdılar. Amma ona qədər də Paydenin bir Aydın Bayramın qəşəng sevi var idi. Var idi. Yadına gəlir. Bax orada ən azından bir dəfə icmalda gör. elə icmallıq 1-2 epizod var idi. Onlardan da biri oydu.
Daha başqa heç bir şey. Hə bax oydu. Ona qədər də yəni bizi yoxlamışlar artıq. Qapımızı boşluğu tapmışlar. İkinci hissədə əsasən payda gəldi. Birinci hissədə heç bir şey yox idi. Birinci ümumiyyətlə yəni bir dənə Zirənin əvvəldə 1-2 hücumu var idi və salam. Ondan sonra statistika dayandı. Bir epizodları da gördüm, yox idi. Belə, yəni biz yenə də inanırdıq, amma görsən olmadı. Yəni bu oyuna aydın məsələdir, amma bilsən bu komanda, bizim komandaların, klublarımızın içində mən dünən də axşam yayım eləyirdim də məsələn bizə. Mən orada da dedim. Bir dənə hazır komandamız, yəni Avropada oynayan Sabahdır. Sabahdır, bəli. Çünki yeganə heyəti tam qoruyub, eyni heyətdir. Bu adamlar artıq 1 ildən çoxdur bir yerdə oynayırlar. Yəni hamısı məşqçidə Sabahdan əlavə Qarabağda dəyişikliklər çoxdur. Neftçidə dəyişikliklər var. 4 dənə oyunçu məsələn yeni idi əsas heyətdə. Ondan əlavə baş məşqçinin inteqrasiyası var da, baş məşqçinin içi 6 aydır da, yəni ordadır. Hələ tam oturmayıb. İndi Dambraskas qədər vaxtı yoxdur. Zirədə həmçinin nə qədər oyunçu getdi, nə qədər yox, bəhanə demirəm. Yəni nə mənada deyirəm, tam hazır komandamız, ümumi liqamızda 2 dənə tam hazır komanda var. Sabah, Turan Tovuz. Hə, Turan yoxdur indi. Yox da, yəni ümumi liqamıza götürəndə qalan klublarımızda çox böyük dəyişikliklər gedir. İndi məsələn mən inanıram ki, Zirə paydanı öz meydanda. Burada məğlub edəcək. Üçüncü mərhələdə də yəni o qədər də məncə Rapidi keçərlər. Çətin deyil. Rapidlə başa-baş oynayır. Başa-baş oynayır. Neftçi də oynamışdı Rapidlə. Düzdür. Zirə bizə də o sırtıq komandadır, biraz yaxşı mənada sırtıq komandadır. Yəni dişli komanda. Dişli komandadır da, yəni göstərir. Baxmayaq Amoniya falan böyüsə. Osiyeklə oyunda da Amoniyanı düşürmüşdən qabaq play-off ilə Osiyeki məğlub edib penaltilə seyircisi. Bax ona görə deyirəm ki, biraz yaxşı mənada sırtıq komandadır. Zirə Neftçinin yerinə olsaydı Dinamo Minskdə 2-0 verməzdi həyatı. Yox. Onu bir də Neftçi bazarardı. O da elə Santa Colomanın Rapidinlə oynadı. Yəni böyük ehtimal. Rapidi keçəcək. Rapid birinci oyun nədir? Nəticəyə baxdı. Uddu səhvləmirəmsə. Neçə ayda baxaraq problem. Dəqiq yadımda qalmır, amma udduğunu görmüşdüm. Amma mən Zirəyə inanıram, Paydeni keçəcək. Səfərdəki oyunda bir qədər bəxti gətirmədi. Zirə məncə hansı qollar vura bilərdi, amma hücum etməyə müqabilində müdafiədə də biraz boşluqlar vermişdi. 3-1 Rapid. Yəni artıq Rapidin demək olar ki, Zirə keçsə Rapidlə oynayacaq. Mən inanıram ki, burada o da Zirə Rapidin oyunu çox maraqlı olacaq. Zirə müdafiə olmalı. İstədiyi o da elə. Müdafiə oyunu oynayanda komanda yaxşı nəticə verir. Yəni ki, Rəşad Sadıqovun komandası həmişə ona hesablanmayıb ki, yəni Rəşad Sadıqov özünə müdafiəçi olub. Və hər zaman da məsələn Qarabağın da ən birinci vaxtlarında Qarabağda çalışır ya da müdafiə futbolu oynayırdı, Qurbanov o vaxt oynadırdı. İndi Rəşad da eyni yolu gedir. Yəni komandanın üzərinə hücuma gələndə hücumları yaxşı çıxırlar. Məncə Rapidlə oyun da bunun əyani sübutu olacaq və keçək biz məncə Neftçiyə. Neftçiyə Qarabağı sona saxlayaq. Neftçiyə keçirik. Neftçiyə keçid eləyək. Minsklə oyun belə deyək də 0-2-dən sonra heç bir komanda Zirəni dediniz də verəməz. Zirə verməz. İnanmıram. Yəni Qarabağ, Sabah, heç Turan Tovuz da verməzdi o bəlkə də oyunu. Neftçi necə oldu? Verdi o cür epizodları. Verdi demişsən, sevgidən bir nifrətə bir addım. Düzdür. Yox, bir addım yəni elə belə demirlər ki, yəni o elə belə qınamırlar, nə azarkeşi, nə jurnalisti. Boşuna söz demir. Sən 8 dəqiqəyə toplar vurmusan və bundan sonra da bir 7-8 dəqiqədə biraz dominant oynamısan ki, ardıcıl qol gələ bilər yenidən. 3-ü 4-ü. O dəqiqəyə 2 top vuran komanda hissəni və yaxud da oyunu 4-1, 3-0 bu tipdə bitirməli idi. Vəssalam, bundan başqa yol yoxdur. Çox bəsit qollar, səhvlər bir qırağa qalsın. Müdafiədə boşluqlar, qolun elə birində çox yəni böyük bir sol cinahda çox böyük bir dəhliz var idi. Bomboş, heç kim yoxdur. Müdafiənin lazım olan sima orada yoxdur. Hara gedir, necə olur? Danışmaq istəyərdim eləli. Neftçi ilk öncə azarkeşlər 3 il idi təxminən artıq Avrokubok həyəcanı yaşamırdılar və ilk oyuna yığışmışdılar. Böyükdən kiçiyə stadionu doldurmuşdular, yaxşı dəstək var idi. Yəni stadion da demək olar ki, tam dolu idi. Neftçi azarkeşlərdən təşəkkür düşür. Oyuna çox yaxşı başladılar fiziki olaraq. Yəni 2-0-dan artıq mən oyuna baxanda fikirləşirdim ki, bəlkə 4-0, 5-1 falan belə bir nəticə qeydə alınar. 2-0-dan sonra sanki Vernidub fiziki gücü düzgün bölüşdürməmişdi və rəqib Neftçini çox gözəl analiz eləmişdi. Yəni 2-0-dan sonra heç həvəsdən düşmədilər və qapıçının əvəzlənməsində də Emil səhv etməsi zədələnmişdi oyun ərzində. Buraxdığı qolda da yəni o öz sözündür. Yəni üstünə gələn topu belə deyək, Emil içəri saldı. İkinci hissədə də artıq Minsk inanmışdı ki, Minskin baş məşqçisi inandırmışdı. Siz Neftçiyə qalib gələcəksiniz. Elə bir Minsk var idi. Və vurulan ikinci qol, yəni müdafiə futbolu adına çox absurd oyun idi.
Üstəlik Rızanın da oyununu bəyənmədim. Hardan onu izah edəcəm. İstəsən də Rafael ekrana verə biliriksə verərik, verə bilmiriksə vermərik. Hücum eləyir Dinamo Minsk və qapıçı görür ki, cəmi ayağında top olan futbolçuna qabaq bir oyunçu var. O da oyundan kənar vəziyyətdədir. Və yaxın küncünü qorumağa çalışır. Və zərbə endirən oyunçu birbaşa boşluq görür də qarşısında. Zərbəni endirir, düz qapıçını qorumadığı küncəni. Yəni Rıza onu artıq düşünməlidir ki, mən yaxın cinahımı zərbədən sonra da zərərsizləşdirə bilərəm. Maksimum ehtimalı uzaq küncə vurmağa. Yəni top rahat şəkildə vuruldu. Rıza da topa baxdı artıq. Yəni neynəsəydi də yəni bu heç bir önəm daşımırdı. Fiziki olaraq oyundan gah düşürdülər, gah oyunda olurdular. Qapıya endirilməyən zərbələr. Bir epizodda hətta əla top ötürüldü, Rüfətə düşdü top. Yəni orada müdafiəçi olmamalıdır. Bir güc var. Orada sən hansısa Solakay Rüfəti sağ ayağına yəni düşdü. hətta yəni onun Rüfətdən də yəni hücumçu zərbəsi gözləmək də absurddur. Yəni Rüfəti kimsə qınamaz ki, sən topu niyə vura bilmədin? Yəni orada yarım müdafiəçi, ya hücumçu, ya nə bilim oyun qurucusu, Emilin ayağına düşsəydi bəlkə də qol idi. Çox epizodlar qaçırıldı. Qapı dirəyindən. Neftçi yəni o oyuna görə hesab deyildi. Oyuna görə hesab deyildi və 2-2 olub. Artıq Vermedub olaraq fikirləşməlidir ki, məncə baş məşqçi tamam biz udmuruqsa gəl məğlub da olmayaq. Biraz oyunun tempini salaq görək nə istəyirik yəni. Oyunçular nə vəziyyətdədir? Yəni irəli qaçmaqla, dayanmadan hücum eləməklə bu 2 oyunluq nəticələrdir. Sən 3 xala oynamırsan da burada. 2-2-dir, tamam 5 dəqiqə, 10 dəqiqə oyunun tempini salaq. Görək nədir vəziyyət? Ayağımızda top saxlayaq, ya biraz yəni ancaq dayanmadan hücumlar və qapımızda buraxılan 4 qol Rıza penaltini qaytarır. Top yenə də bəxtsizlikdən düşür hücumçunun qabağına. Yəni gəlir hər hansı bir hücumçu 2 top vurur Neftçinin qapısına. Yəni amma mən buradan inanıram ki, özü çox inanıram ki, sırf elə Vermedub bu oyunu alacaq və ən azından oyun əla vaxta gedəcək. Neftçi orada mərhələ keçəcək. Danışa bilərəm. Danış. Mən heç nə demirəm, danış. İlk öncə belə gedir. Oyun Neftçinin oynadığı oyun pis oyun deyildi. İlk öncə onu qeyd edim. Neftçi azarkeşləri düzdür, söydülər, biabır elədilər, sağdan girib soldan keçdilər. Həmçinin Qarabağın azarkeşləri, bu hamı Neftçini çox pis tənqid elədilər. Amma oyun baxımından Neftçiyə haqsızlıq eləmək oyun olaraq yaxşı idi. Neftçi yəni pis oynayıb uduzmadı. Deyək ki, Neftçi ümumiyyətlə heç nə eləyə bilmədi. Rəqib daim üstünə gəldi, Neftçini sıxdı. Belə bir oyun da olmadı. Komandada oyun var idi. Vermedub taktiki cəhətdən hazırlaşmışdı. Uzun paslarla gözəl. Neftçi şans yaradırdı və həqiqətən oyun maksimum bərabərə bitməli idi. Neftçi uduzmamalı idi. Bir də Uduzdu. Statistika. Qapıya zərbə 4-ün 9-a Minskin xeyrinədir. O 4-ündən də ikisini Neftçi qol vurub da, düzdür? Yox, o statistika çox şey demir də. Yox, yəni mən oyuna da baxmışam. Yaxşı, penalti vurur, qaytarır, ikinci zərbədə bir epizodda 2 dənə zərbə sayır. Yaxşı, onu keçdim də. Məsələn də, yəni onu keçdim, olsun, yenə də üstündür. Təhlükəli epizodları sayaq, Neftçi ilə ikisinin də epizodları eynidir. Təhlükəli epizodları. Sən Rüfətin falan o ikinci hissədə oldu, bir iki epizoda. Emilin epizodu oldu, topdan vurduğu zərbə oldu. Tirdən qaydan top var idi. Tirdən qaydan top oldu, Klinsmannın vurduğu. Yəni gəl epizod gedək. Birinci hissə dəqiq hesabı 2-1 idi. 2-1-də bitdi. Necə 2-1 idi? Axırda buraxılan qol olmamalı idi. O Emilin səhvidir. Emilin ayağına yazılır. Yəni bir qapıçı, professional qapıçı, and olsun mən də qapıda duranda, oynayanda, belə uşaqlarla futbol oynayanda, həvəskar qapıçı, mən elə topları həyatı boyu buraxmamışam. Yəni o heç bir qapıçı buraxmamalıdır. Zədə amildə. Yox, Zədə ondan sonra oldu Ziya. O ondan sonra epizodda. Amma ondan əvvəl, o həmin epizoddan əvvəl Emil təkbətəkə topu çıxartdı. Hə. O ayağı ilə özü ayağı ilə. Qapıçı da ola bilər. Yox, nəyə görə deyirəm? İndi həmin epizodu ona bağlayaq. Emil heç nə. Burada 100% qoldan xilası, burada buraxdı heç nə. Bərabərdir hər şey. Birinci hissə ideal. 2-1 gözəl hesabdır. Birinci hissəndə əsl hesabı 2-1 idi. İkinci hissəyə gəldikdə isə qardaş, bu Mustafa Sek bəlkə də bu sezon başlayanda mən ən çox keçən sezonda idi, ən çox tənqid elədiyim bir futbolçudur. Neftçinin sol cinahı müdafiəçisi və sağ cinahı müdafiəçisi Neftçiyə layiq adamlar deyillər. Və mən Vermedubu qınaya bilmirəm, çünki bu oyuncular bu adam gətirməyib. Adam gələndə əlində 13 dənə, 14 dənə xarici legioner oyuncu veriblər. Halbuki bu oyuncular bu seçməyib. Mustafa Sek də Samir Abbasovun da dövründə bərbad oynayırdı.
Eyni şəkildə də Ziya da dəfələrlə transfer alanında çıxış elədi ki, Neftçi sağ və sol cinağa müdafiəçi axtarır. Niyə göndərilmir? Alan yoxdur axı. Kimdir? Bir, Neftçinin verdiyi maaşı yəqin ki, ona heç kim təklif eləmir. Neftçi şeydir də, qoqaş biz Neftçidə zibil kimi pul var axı. Yəni başa düşün ki, klub Avropada çıxış eləmir, amma pulu bilsəncə səpələyir. Öz pulu deyil axı. Özü qazanmır bu pulu. Dövlətin büdcəsindən gedən puldur. Bu bir. İkincisi, burada rəhbərliyə gəlir. Yavaş-yavaş gedək. İdman direktoru, menecerlər və 100% indi ora keçəcəyik. Həmişə qınanan adamlardır tipik. Yox da nəyə görə deyirəm? Bu oyunçular nə Sako, nə Sek cınaqlarda bərbad idilər. İkisi də buraxdığı qol, ikinci qol. Igor Ribeiro'nun pası. Qardaş, bu Igor Ribeiro Neftçiyə açın bu sezon, keçən sezon başlayan axıra kimi görün onun səhvindən Neftçi nə qədər top buraxıb. Hətta bir oyunda qırmızı vərəq almışdı. Araz Naxçıvanla oynaydı səhv eləmirəmsə. Amma müəyyən Oynadığında deyil. fikirlər var ki, Ribeiro Neftçinin Ceyhun Sultanov da onun deyəsən menecer. O kimdir meneceri bilmirəm, amma Igor Ribeiro Neftçidə oynayacaq bir oyunçu deyil. Niyə görə? Müdafiə baxımından yaxşıdır, amma hücum qurmada qardaş sıfırdır. Yəni bir Medina deyil də o. Biz indi Rafael onu qınaya bilərik hücum qurmaqda. Müasir futbol tələb eləyir. Qardaş sən iki müdafiəçindən biri ayağı yaxşı olmalıdır. Qarabağda Medina Bəhlul idi. Bəhlul ayaqda bərbad idi. Yox, yaxşı onu biz Ribeiro'nun üzərinə yükləməyək də. Başa düşdün nə demək istəyirəm? Başa düşürəm. Mən nə edirəm? O Igor tək orada səhv Igor Ribeiro'nun deyildi. İkinci səhv İmad Fəracındır. Qardaş, Neftçi rəhbərliyi izləyirsə, xahiş edirəm İmad Fəracı upakovka eləyin, hara rədd edirsə göndərin, o çıxsın getsin Neftçidən. Sən kontraktını da verin, pul var da Neftçidə. Onsuz kimə gəldi pulu verirsiniz də, Kurci, Murci oynatmadığınız nə qədər oyunçu var, pulun verirsiniz. Qardaş 200 min də artıq verin, rədd eləyin o Neftçidən. Adamın elədiyi, o mən həmişə ona ləqəb taxmışam keçən mövsümdən ki, Zubirin xalası oğlu. Zubirin xalası oğludur qardaş. İşi gücü topu alır, qaçır, saxlayır, dribling eləyir. Nə pas atılmağı var, nə qapıya zərbəsi var. Ad çək yaxşı, belə deyək də. Neftçi bu son illərin Neftçisində, Flavinio'da Neftçisində hansı tip oyunçusunu istəyirsən olsun? Bax, cinahlar üzrə dinən, ya belə adla dinən ki, yox, gəl belə Flavinio. Yox, elə Flavinio yox. Yox, Neftçidən də heç çəkməyəcəm, günümüzdən çəkəcəm. Yırtıcı lazım. Uzağa niyə gedirəm ki? Qardaş, mənim ən zəhləm getdiyi futbolçu tipi həddən artıq topu ayağında saxlayıb lazımsız hərəkətlər eləyən. O müasir futbol yaramır. Əlbəttə ki, yaramır. Çünki sən tempdə oynayırsan, axı sürətlə gedən bir oyundur. Bu köhnə futbol deyil ki, yavaş-yavaş paslaşa gedək. Yaramır. Yaramır. Və İmad Fərac Neftçinin hücumlarına, açın oyunlarına baxın, həmişə topun içinə, yəni zay eləyir, qoyur ortaya. Bir dənə Kanalis kimi illər ərzində bir dənə hücumçu tapmadı Neftçi. Onu demək istəyirəm ki, yəni hansı mövqeyə məsələn at çəkilir. Mən deyirəm də müdafiənin sol və sağ cinahına. Müdafiənin sol və sağ cinahına normal şəkildə adam balışı futbolçu tapıb gətirmək lazımdır. Braziliyadan tapırsan hardan? Braziliyanın Seriya B-si, Seriya C doludur, tək-tökdür Braziliyada futbolçu. Yəni nə gedirsən futbolçu vardı orada. Kiper forvet. Hə, Kiper forvet ona da gələcəyik. Qardaş, ona da gələcəyik. Bax bu İmad Fəracı Mustafa Sekdi, İmad Fəracdı, Falaye Sakodu qardaş. Bunları məndən kontraktların fəs eləyin, pulu verin. Neçə illik müqaviləsi qalıb? 2 illik. Qardaş pulun verin, rədd edin çıxsın getsin Neftçidən. Elə olur da. Sata bil, olur. Neftçidə pul var. Yox, pul var, başa pul var eləsinlər qardaş. Çünki bilsən necədir? Kimdən oynayacaq o da? Yox, oynayacaq yerinə oyunçu tapıb gətirmək olar. Vaxtında eləmək lazım idi. Vaxtında. Əli, söhbət bilsən nədədir? Bax, Vernudu mən heç cürə qınaya bilmərəm. Niyə görə? Adam öz taktikasına uyğun komandanı formalaşdırmaq üçün birinci heyətin qurmalıdır. Bu adamın da gətirdiyi kim var ki, topdadır, Griezmanndır, bir Graviliondur. Griezmann qəşəng oynar, söhbət onda deyil. Yəni mən nə deyirəm? Adamın əlində öz gətirdiyi bu heyətdə 3 dənə oyunçusu var. Yəni bu adamdan mən nəsə gözləyə bilmərəm axı, çünki bunun sisteminə uyğun oyunçular deyil. Ondan sonra Breno gətirmişdi. Breno da yaxşıdır. Bu Breno tipajında lazım vaxtda pasını atan, dribling artıq hərəkətə yol verməyən. İmad Fəracın əvəzinə sol cinağa Breno tipajında Braziliyalıda dolu elə oyunçulardır. Yəni belə çox böyük skauting da lazım deyil. Braziliya B liqasına baxırsan, yəni bilsən Navalım demişlər ruslar. İtət-tökdü orada zibil kimi də futbolçular. Gətir oynat. 100 min dollar maaş versən gəlib oynayacaqlar. Çünki o adamlar oradan çıxmaq istəyirlər. Orada böyük də pulu yoxdur. Rafael keçə bilər Neftçi mərhələni. Keçəcək Neftçi mərhələni. Mən Vernuduba güvənib deyirəm bunu. Niyə görə? Çünki öz meydanında da oynamayacaq. Oyunçuları döyə-döyə adam eləyəcək o Vernudu. Söhbət ondan getmir. Söhbət ondadır ki, bu belə indi Vargas oynaya biləcək görəsən. Yadımdan çıxıb baxmadım mən ona. Vargas sala bilməyəcəklər də ikinci oyuna. Yox sala bilirlər. Amma hazır da deyil də, nə isə. Mən sala bilməyəcəm. Hazır da deyil.
Heç olmasa Emil Səfərovla başlasın orada. Bir də ki, xahiş edirəm Neftçi rəhbərliyindən Emin Mahmudovun əvəzinə adam balası kimi topu müdafiədən çıxara biləcək, ayağında saxlaya biləcək, profildə deyirəm, Levnitsa tipajında olsun, nə bilim, Qarabağdakı Vikalyo tipajında olsun. Tapın gətirin də, bu Emin Mahmudov ancaq liqadakı orta-babat klublarla aşağı eşalon klublara qarşı oynaya bilər. Qardaş, yükdür Neftçiyə bu oyuncu. Ya bunun arxasında güclü dayaq yarım müdafiəçisi olmalıdır ki, bunun qara işlərini görsün. Ses idealmiydi da o deyil. O deyil. Ondan sonra bu belə. Ondan sonra Neftçi qardaş transfer eləyir. O Kipr məsələsi ziyad idi. Niyə ancaq Kiprdən eləyir? Bu məsələ bu həftə həmkarlarımız deyəsən. Yoxsa hər yerdə danışılır. Zaten Ziya keçən transfer radarında 3 dənə oyunçu adı çəkdi ki, Neftçinin maraqlandığı. Limassolun mərkəz müdafiəçisi Kiprin adı nə idi? Keçəli müdafiəçi. Adı yadımdan çıxdı. 2 dənə də Braziliyalı. Biri Marcao, biri də o birinin adı nə idi? Əsas ad fərqi yoxdur. Bu hamısı qardaş 2 Braziliyalı, bir Kipirli. Hamısı Kipirdən gəlir. Niyə? Çünki orayla işləyirlər. Agent gətirən idman direktoru başqa məsələlər var. O başqa məsələdir. Və Kipir nə ilə məşhurdur bu dünyada? Kazinolarla. Sonra Sonra nə ilə məşhur? plajı ilə. Hətta kazino pilar o Üçüncü nə ilə məşhurdur Kipir dünyada? Banka hesabları. Offshore hesablarla. Offshore hesab mənə gəlib yanmayacaq ki, deyirəm sənə yəni gətirən adama deyəcəm. Bilirəm də qardaş, deməli burada nəsə dönür də. Bu Nujeli Neftçi o dünyanın heç yerindən oyunçu tapa bilmir. Belə gedir ancaq Kipirə. Bilirsən nədir? Üzüldüyüm odur ki, yəni Neftçi azarkeşləri qayıtmışdılar, stadiona dəstək olurdular. Məşqə də gəlmişdilər. Heç olmasa, yəni 1, 2, 2 mərhələ keçək. Play-off konfransa düşək də. Yəni Neftçidə yerində olan məsələ nədir? Bax elə azarkeşlərdir. Neftçidə yerində olan mətbuat, marketinq işidir. Bu gözəl görülür. Yəni yerində kənardan görsən peşəkarların yığışdığı, yəni belə deyək dəstədə. Uşaq futboludur, qadın futboludur, hamısı yerindədir. Hamısı yerindədir. Hə, qadın futboludur. Qadın futboludur. Yəni azarkeşlərdir. Məşqinə adicə oyundan qabaq Minsk məşqinə yox, ondan qabaq şənbə günü açıq məşq keçirmiş. Açıq məşq keçirmişdi. Mən də orada dedim. Adamlar 2 tribunanı doldurmuşlar. Fakellər, nə bilim hər şeydə yəni atmosfer yaratdılar. Adi məşqə gəldi. Azərbaycanda Məncə Qarabağ məşqinə gəlməzdi. Yox, Qarabağ liq oyunlarında gəlmirlər. Mədə Şeydə Azərbaycanda əsl azarkeş, yəni rayon klublarına çıxmaq Tovuzu, Gəncəni, Tovuzu, Gəncəni, keçmiş Xəzərlər, Kəranı çıxmaq şərti ilə mən Neftçidə olan azarkeşi görməmişəm. Yoxdur da. Ən köklü klublarımızdandır Rafael. Zaten ən köklüsüdür. Ən köklülərdən deyil. Yəni aparmaq lazımdır, irəli getmək. Sadəcə burada sual Neftçinin rəhbərliyinə düşür. Qardaş, siz nə işlə məşğulsunuz orada? İndi onları bu təzə başlayır mövsüm. Və nə təzə başlayır? İyul ayı. Yox, hədəf onlardan məncə hesabı 90 həmişə 90 idi. 90 onu da bildirdilər də biz 90 Vernudub dedi ki, biz 90-cı ildə komanda çempion olmalıdır. O olacaq olmayacaq, necə oynayacaq? Onu 5-8 tur keçəndən sonra biləcəyik də vəziyyət o da. 7-ci 8-ci turda başa düşəcəyik. Biz başa düşəcəyik ki, vəziyyət o da deyil. Konfrans onlar üçün sadəcə maksimum irəli getmək üçün bir hədəf idi. Amma bu oyuna da bir bəhanə gətirə bilməli də. Yəni bu məğlubiyyətə Dambrauskasla Qurbanov, yəni sabahı silə bilərik nə vaxt ki çempionluqdan, Çempionlar Liqasına düşsələr. Hə, o çox güc alacaq. O çox güc alacaq. Qarabağdakı, yəni görünən olur ki, maksimal Avroliqadır. Minimal konfrans. İkinci oyundan sonra danışarıq. Neftçi uğurlar arzulayır. Udacaq. Keçəcək də. Bu qədər danışdılar axırda udacaq deyir. Yox. Mən Vernuduba ilə. Mən də qardaş. Mən bax Qarabağla 6 gün içində 2 oyun oynadılar. Yadınıza gəlirsə, mən orada dedim ki, Neftçi 2 oyundan birini Qarabağa məğlub eləyəcək. Birinci oyunu Qarabağ üstümüzdən tank kimi keçdi də, yəni Neftçini bərbad günə qoydu. Yəni biabır elədi, qoydu böyür üstə. Amma ikinci oyun gördün necə Sobrunla yığılmış, tam fokusu. Neftçi 2-0 and olsun Minsk oyunda 2-0 8 dəqiqə öndə keçməsəydi, fokusunu itirməyəcəkdi. Komanda fokusunu itirdi. Konsentrasiya etdi ki, "Ala biz yedik bunları." Bir dəqiqə nə yedin? Sən yedin. Yedin, hə. Hə, başa düşdün? Sən yedin, sən yedin. Qarabağ axıra saxladı Qarabağ. Hə, axıra saxladıq. Niyə danışılası məqamlar var? Qarabağdan Rafael gedir. İndi özümüz verilişdən qabaq danışırdıq. Yenə də nədənsə ümidsiz danışırlar. Mənə elə gəlir ki, Qarabağın bunlar da ən çətin rəqib Qarabağdadır. Çətin rəqib ondadır, amma onlar da yəni rəqibdən açıq qələbə gözləyirdim Qarabağdan. Mən də 2-1. Hə, demək olar hamı gözləyirdi. İçimiz qarışıq. Bu kömək yıllar həmkarlarımız falan hamısı. Amma
oyun göstərdi ki, oyun deyildi. Oyunun müəyyən periodlarında sona doğru və müəyyən periodlarda Qarabağ nəsə eləmək istədi. Amma Qarabağ bütün 90 dəqiqəni dominant oynadı, oturdu rəqib qapısında, gözəl oyun. Bundan danışa bilmərik. Amma bu demək deyil ki, Qarabağ bu mövsüm hardasa oynamayacaq, Avropada zəif olacaq. Yox. Heyət vaxtından əvvəl yığılmağa başlanılıb. O 8 gələn oyunçudan yalnız bəlkə biri komandaya uyğun olmaya bilər. Qalanlar hələ ki dəyişikliklərlə bir yerdə inteqrasiya olunur oyunçular. Muadibdir, Savodu, Sefas, xüsusilə Lanqadır, xoşuma gəlir. Cəbrayıldır. Lanqaz zədələndi. Hə, Cəbrayıl hələ ki tam nəsə aça amma bilmir. oynadır da Qurban onu hər dəfə Hamısını oynadır, hamısını yoxlayır. Yəni onların içində yalnız Barkonidə oturmuş oyunçu olacaq. Oturub artıq. Hə. Yəni bu oyunçular normaldır, bu heç. Yəni əks fikir ola bilər sən deyərsən ki, yox Qarabağ bu deyil. Əks fikir indidən deyirəm ki, Qarabağın bu həmişə bir dənə ötən mövsüm səhv eləmirəmsə, yay dövründə çox yaxşı keçdilər, birbaşa normal başladılar. Bundan öncəki bütün Avrokubok mövsümlərində zəif deməzdim, amma bizim gözlədiyimiz o oyundan başlamayıblar. Gürcü klubları, Estoniya klubları, nə bilim orada kimlə düşür-düşsün. Belə bax bu cür başladı. Dırışa gedir. Bu oyundan başlayıb. Ona görə mən deyirəm ki, rəqiblərimiz asan idi. Yəni hələ deyəsən Shelburne, hə bax sonra oynadı Makedoniya klubu ilə yadından çıxdı adı. Ondan sonra da oynadı Ferencvarosla bir dənə Şkendiya yoxsa Şkendiya, hə, oynadı. Şkendiya, Ferencvarosla oyunda da bəxtimiz gəldi. Hə, yəni əvvəldə bir dənə keçən il biraz deyirəm ki, yay dövrü daha rahat oldu. Amma bax ona görə mən deyirəm ki, əks fikir olaraq CSKA oyunu 0-0lıq nəticə bizi allatmasın ki, Qarabağ yaxud da ki, Vestrinə oyunda allatmır ki. Vestri ümumiyyətlə kənara. Kənara qoyaq. Yavaş-yavaş artıra Məncə Qarabağ gedib play-offda Avropanın play-offunda bir məsələ var da. Öz həddini çatacaq. CSKA Bakıda oynadı yaxşı. Yəni əsas nəticə nə idi? Məğlub olmamaq. İddialılar olsa, qalib gəlməyə iddialı. Hə, qol toplama nəzərə alınmır. CSKA ən sərfəli nəticə heç idi. Gəldi onu qazandı və adamlar öz meydanında oynayacaq. Qarabağın səviyyəsindən nə qədər də aşağı olsa, yəni onlar da Qarabağ 10 il, 12 il öncə rəqiblərə necə baxırdı? Mən onların səviyyəsindən aşağıyam. Onlara hər oyunda çətinlik yaşadı. Məsələn, adi götürək Qarabağ Wisla oyunu. Wisla səfərdə 1-0 məğlub etmişdi. Bakıda 3 top vurmuşdu birinci hissədən sonra. Wisla da bizə elə baxırdı ki, mən orada uduzmuşam, burada gəlib udacam. 3-2 bitdi, amma yenə də məğlub elədi. İndi CSKA da Qarabağa elə baxır ki, mən anı gözləyəcəm. Yəni həmin anda zərbəmi endirəcəm. Bəlkə qol vururam, elə oyunu 1-0 aparıram. Qarabağ düşür konferans liqasına. Və Şerif Makkabi cütü var ki, artıq Makkabi hər şeyi həll edib. Bundan sonra Makkabi ilə düşürük. Makkabi Levskinin məncə kubudur. Kvadratı da deyil. Yəni Levskinin CSKA-nın məncə kubudur. Yəni o komanda illərdir təcrübəsi var və Qarabağ hələ pulu hər bir şeyin kənara qoyuram. Yəni oturuşmamış heyət var Qarabağda. Yəni Elvin girdi məsələn oyuna. Yəni gələn oyun növbəti oyunu Elvin oynayacaq. Elvində indi yavaş-yavaş biraz komandaya uyğunlaşmağa başlayır. Qarabağda ilk öncə oyuna baxanda onu hiss eləmək olur ki, komanda daxili abu-hava nə qədər də bizə yaxşı tərəfdən göstərməyə çalışsalar da ki, yaxşıdır, reelslər, vloqlar filan, amma komanda daxili abu-hava yaxşı deyil. Futbolçular tam beyinlərin, tam istəklərin, tam güclərin qoymurlar. Düzdür, dominant oyun olur, bir-birinə top ötürür. Yəni Qarabağın birinci zərbəsini Langa cinahdan vurulmalı idi. Yəni nəsə alınmır da. Yəni komandanın bir var ki, məsələn, komanda uduza bilər 0-2, amma rəqibi parçalaya bilər. Əminsən ki, bu oyun alınmadı, gələn oyunu udacam. Amma CSKA o qədər təhlükəli komandadır ki, heyətində də təcrübəli oyunçular var. Sensi, digər futbolçular. Yəni Qıbamin var, məsələn, təcrübəli futbolçudur. Hər şey ola bilər, amma mən çox istəyərdim ki, Qurbanov məncə keçəcək. Məncə də keçməlidir səfərdə və o rahat deməzdim, amma çox da çətinlik çəkməyəcək məncə səfərdə. Bu hesabla baxmayaq ki, Bakıda vura bilmədilər, orada məncə qolları gətirəcək. Yankoviç, Bikalyo çox da yəni açmadı. Yankoviç və Kadi. Bu iki futbolçu hələlik komandada itkidirlər. Hələlik itkidirlər. Zubiri, Rafaelin dostu Zubiri deyənmərəm bu oyunda, amma o ikisi bir mənalı... Zubiri oyunda kökəli. Onu deyirəm də. Zubiri oyunda deyil də. Bir mənalı itkidirlər. İtki niyə? Yankoviç deyir gedirəm. Sən deyirsən ki, məcbur qalırsan, o komanda nətər oynayacaq? Amma Montel məsələsi görürsən də, Monteli yəni... Məcburiyyətdən.
Həli məcburiyyətdən. Elvini də inan ki, məcburiyyətdən oynayır. Elvin də Amma bir də ləzzət elədi Elvini alqışlamaqları azarkeşlər. Azarkeşlər Elvini sevir. qardaş. Sevir, Elvini kim sevməyən alqışlar Azərbaycanlılar var? var. Sevir də, yəni Elvin gedib Yox, adam haqqını verdi də. Neçə dənə topu Elvin Ha. möhtəşəm oynadı. Qaytardı. bir Elvin dənəsi var idi ki, mən yox sözüm. qaça çatdı. Vurdu, girirdi. O şey Qaqaşın adı neydi? 2 nömrələri onlar. Paf. Kəllə vurdu. Elvin necə qaçdı getdi ona çatdı. Şimdi Uy, Pastor. Pastor. Odur ki, hal-hazırda amma Montielin məsələsi, Montielə də təkliflər olub. Qurbanov elə Maludada olan problem Montieldə də var. Yankoviç deyirdi gedirəm, dedilər yox getmirsən. Pul Yankoviçə 2 dənə rəsmi təklif olub. Yəni rəsmi də təklif gəlib. Yəni komandanın Çorba gedir yoxsa Konyaya gedir. Elvindir, vəziyyəti məlumdur. Yəni komanda daxili digər gələn oyunçular təzə gəlib. Mən təzə gəlmişəm komandaya. Hələ bilmirəm amma bununla qabaq nə söhbətlər olub orada. Yəni ona görə komanda daxilində Qurbanov da bəzi şeylərə görə qınamıram. Komanda nəsə alındıra bilmir. Ona görə bu periodu biraz o cırmaq keçmək lazımdır. Mütləq şəkildə. Bir tər CSKA səthini keçmək lazımdır. Tel-Əviv də hələ yenə də bir 2 həftəmiz var deyə o periodda başa düşüləcək də bilinəcək. Çünki həmin periodda çempionatın başlanmağına da cəmi 2 həftə qalacaq, yoxsa 10 gün qalacaq. Artıq onlar kartlarını oynamalıdırlar. Hə, yox, bilinməlidir kim qalır, kim gedir. Lanqanın zədəsi oynamayacaqsa Elvin Elvin qayıdır. Əfsanə geridir. Yox, Elvin bu dəqiqə Lanqadan daha güclü futbolçudur. Güclüdür də. Sözsüz. Güclüdür və qarşıdakı 1-2-3 ayda Lanqa onu keçə biləcəkmi və yaxud əsas heyət üzvü olacaq, o da biraz şübhə doğurur. Hər halda onu inadla start heyətində oynatmağı Elvinlə olan məsələlərə görədir, ola bilər. Amma indi zədə olmasa, lap belə ikili rəqabət olsa, mənə də gəlir ki, Elvin daha biz onun oyundakı o aqressiyası istəyini də gördük. Biraz özünü yenidən sübut eləmə məsələsi var. Söhbət oyun olaraq sübut eləmək yox, mental olaraq, yəni Qurban. Biraz da dəyər vermə. Elvin də başa düşməlidir müəyyən dəyərləri, əgər qalmaq istəyirsə. Əgər mətbəxi bilmirikdə, əgər barışırlarsa və yaxud da o müsbət şartlar varsa, məncə Elvin də biraz özündə çəki düzən verməlidir. O bir dəfə mətbuat konfransında bir sual vermişdim ki, qırmızı hakimliyi ilə bağlı dedilər ki, sərt hakimdir. Dedim Elvin hazır özü idi. Özü də güldü. Dedi bilirdim bu sual veriləcək. Ki mən həmin dönəm Elvin biraz o pısı yatmışdı, necə deyirlər. Qırmızı kart nə qədər? Hə, ardıcıl o xətalardan sonra. Ondan sonra yox idi bu məsələlər. Yəni görünür mövsümün sonunda artıq o şəxsi məsələlər idi bu gətirib bu problemə çıxardan ki, Elvinlə Qurbanın arası dəyməyi həm də nizam-intizam bilinir. Bax indi o olsa mənə elə gəlir ki, Elvin Lanqadan hələ ki yaxşı futbolçudur, qalmalıdır. Vacibdir. Satmaq istəyirlərsə də ən pik vaxtında qoy elə Avropa liqasında oynasalar, ən pik vaxtında qoy elə qışda satsınlar. Daha yaxşı komandaya daha yaxşı pula və yaxud növbəti yayda. Əgər yəni düzəlməyəcəksə. Müqavilə məsələsi var. Hə, amma araları mənə elə gəlir ki, düzəlib çünki özü də deyir ki, hansı hazır futbolçu olsa, yəni oynayacaq da start heyətində. Qurban ona həmişə elə deyir. Sığortalı deyil, amma yox, münasibətindən görürsən ki, yoldaşını oyunda buraxdı, yavaş-yavaş burada da. Qardaş, Elvin oynamalıdır. Sən Elvindən pul qazanmaq istəyirsən, Elvin oynamalıdır. Biz əli bunu keçsək, inşallah ki keçəcəyik. Makkabi ilə oyunlar düşünürsən. O siz nəticəyə baxırsınız, amma Makkabinin oyununa baxmamışam. Oturub baxmaq lazımdır son 2 oyununa, 3 oyununa ki, əvvəlki nəticələri unutmaq lazımdır. Yəni 5-0-ın daxil olmaqla bundan öncəki 2-3 oyunu izləmək lazımdır ki, o da yəqin ki, Avropa onlarda da sezon başlanıbdı. Avropa kubokları ancaq düşə bilər. Oyunlara baxmaq lazımdır ki, necə komanda. Onun növbəti artıq. Növbəti həftə oyundan sonra biz Makkabinin oyuna gərək baxaq. Ondan sonra dəyərləndirək ki, bu komanda indiki Qarabağla necə uzlaşır. Yəni Qarabağ necə oynayıb onu keçə bilər. Düzdür, nəticəsi qorxudur ki, yəni Şərifi 5-0, hə 5-0 golla məğlub eləyiblər. Mən siz kimi yanaşa bilmirəm söhbətə. Mənə elə gəlir ki, Qarabağ Sofiyanı keçəməyəcək. Keçməsə mən niyə görə bir dənə nüansa görə bayaq da Ziya qeyd elədi. Qarabağ hələ ki hazır deyil. Qarabağ komanda olaraq Qarabağ mənəvi hazır deyil. Nəinki oyunçular bir-birinə tam öyrəşməyib. Yəni kim nə etmək istəyir? Cırmaq keçmək lazımdır. Hə, ya bilsən təcrübə burada önə çıxacaq. Hansı təcrübə ki, qabaqdakı sən bütün oyunçuların təzədirsən? Yox, komanda məşqçilər korpusunun təcrübəsindən söhbət gedir. Oyunçular onsuz da amma burada əsas yük Kadin üzərinə düşməlidir. O da öz yükünü alıb. Burada epizod söhbəti var ki, Qarabağ əlinə düşən bir şansı istifadə edib və müdafiə oluna bilsək normal. Belə götürək də. Gəlin oyunu belə deyək, biraz şey eləyək. Öz gözümüzü açaq və oynadaq da. Məsələn, deyək bir həftə sonra Qarabağla Sofiya və Qarabağ oynayır. Bolqarıstan dəli azarkeşlərin önündə. Hə, ondan azarkeşlər. Yəni o stadionu yandıracaqlar da belə təmiz mənada, söz nəsil mənasında. Sofiya 15-20 dəqiqə Qarabağ sıxacaq, qol vurmağa çalışacaq.
Düzdür? Gələcək Qarabağın üstünə. Qarabağ müdafiə olunmalıdır. Qarabağın ən zəif cəhəti müdafiə olunmalıdır. Komanda şəklində Qarabağ müdafiə oluna bilmir. Bu hamıya məlum olan bir şeydir. Və Sofya da bunu çox gözəl bilir ki, Qarabağı biz sıxsaq müdafiə olunma, onsuz onlar bura gəlmişdi ehtiyatla oynamağa. Bakıdakı oyunu unudun artıq. Onlar bura mübarizədən müdafiə, əsas qol buraxmamaq, əlimizə şans düşsə bir dənə qol vuracaq, söhbəti öldürəcəyik. İkinci oyunda əksinə olacaq. Sofya Qarabağın üstünə gələcək, Qarabağ müdafiə olunacaq, əks hücuma bel bağlayacaq. Yaxşı, Qarabağ ikinci oyunun ssenarisini artıq biz ağlımızda və Qarabağ rəhbərliyindən, məşqçilər heyətdə bilir ki, Sofya bunların üstünə gələcək. Biz indi o çox möhtəşəm Zubirlə, Kadi ilə çıxmalıyıq əsas heyətdə, yoxsa Zubirin əvəzinə Sefas, Kadinin əvəzinə Montiel, sağda Kaşuk çıxmalıyıq. Ya müharibədə oynatmaq olar. Kaşuk Rafael müdafiəyə heç kömək eləmir. Hə, indi mən nəyə görə deyirəm? İndi gəlin bax, indi biz Qarabağın heyəti hücum futbolu üçündür. Bu hər kəsə məlumdur. Bir komandanın dayaq yarım müdafiəsində fiziki cəhətdən güclü oyunçu yoxdur. Qarabağın nə vaxt müdafiə olunub, həmişə altın vurur. Bax sonradan daxil olanlar kim oynadardın? Bax mən sonradan deyim də Cəbrayıl. Yox, sonradan daxil hamısı var ha. Sefas, Montiel də oynadı. Jali, Montiel, 5 dənə saydım da. Makleşkisi var. Cəbrayıl dedim də. Cəbrayıl dedim də, 5 dənə oyunçu. Müaddibi dedin, Sefas. Dedim də Jali dedim. O əvəz etmələr olsa məncə bəs eləyir də. Yəni o heyətlə çıxsın. Bu heyətlə çıxsın. Bax yenə də ssenari. Qarabağ qol buraxsa ilk 15-20 dəqiqədə Qarabağ oyunu çevirə bilməyəcək. İnanın ki, çevirə bilməyəcək. Amma mən də o ssenari canlanır. Fikirləşirəm ki, Qarabağ ilk 15-20 dəqiqədə qol vursa əks hücumda tutub Sofyanı. Hə bax onda işimiz rahat. Məncə belə olacaq. Yəni mən yenə də çox olub Qarabağın səfərində çox rahat qələbəsi. Mən deyim ki 51-in 49-a. 51 Sofya, yəni ev sahibi olduğuna görə. 49 Qarabağ. Mərhələ baxımından ən çətin məsələ mərhələ Polşada Piasla olmuşdu, səhv etmirəmsə. Bakıda məğlub etdi, getdi orada irəlidə idi, məğlub oldu, oyun əlavə vaxta getdi. Ludogorets getdi oyunda da ekstra vaxtda hamısı gəldi. Yəni o da çətin idi. Yox, Qarabağın bu tip oyunları olur da. Yəni Bakıda görsən ki, çətinlik çəkdi. Həmişə nəyə deyirdi ki, Qarabağ səfər komandası gedirdi səfərdə elə 15 dəqiqə bir sonra əlavə tutub vururdu. Bu gəlir elə 2 sıra çıxırdı. Yəni həmişə oyunlar olur. Şeydir, Fortuna sənə tərəfdən olmayacaq da. Yəni bu söhbət də var. Mən ona görə deyirəm ki, bilmək olmur. Qarabağ mənim üçün çox böyük sualdır. Çünki bu oyundan sonra mən Sofyanın necə oynadığını görəndən sonra əsas onların qardaş mərkəz yarım müdafiəsi Qarabağın yəni imkan vermədi. Bax indi bu oyundan sonra söz və qüvvət. Keçməsə mən deməyəcəm vau, uyda nə oldu? Niyə keçmədi demərəm. Amma mənə elə gəlir ki, keçəcəklər. Mən 51-49-a deyirəm. Yəni də oyun bərabərdir. Əsas orada yəni ilk 20-25 dəqiqədə orada kim qol vursa oyunu aparır. Çünki Qarabağ ilk qolu vursa, Sofya daha sürətlə gələcək Qarabağın üstünə ki, biz qol vurmalıyıq. Geriyə düşdü. Avtomatik Qarabağ növbə. Məsələn, BD-də biri də əks hücumda tutub 2-0 Qarabağ oyuna keçə bilər. Ondan sonra Qarabağ oyunu diktə eləyəcək. Qarabağ pasla da oynaya bilər, oyunun tempini də öldürə bilər. Amma ona görə əsas orada hədəf qol buraxmamaqdır ilk 20-25 dəqiqədə. Belə uğurlar arzu edirik. Klublarımıza uğurlar arzu edirik. Növbəti həftə hamısına son təxminlərimizi verək, yekunlaşdıraq. Son təxmin Zirə Bakıda oynayır. Zirə mənə elə gəlir ki, bu dəfə onların üzərinə bir yük qoyaq. Məncə keçməlidirlər Paydəni. 2-0 keçəcək. 3-0 mən də 3-1 hesab edirəm məncə. Hə. Özə çox dominant və açıq futbol oynayacaq məncə Rəşad Sadıqov komandası. Bu belə keçəcək. Zirə təxmin odur. Qarabağ fikirlər fərqlidir. Çox çətin 0-2 qələbə, hə? Mən də 2-1 hesablı qələbə gözləyirəm səfərdə və yaxud da 1-0 hesablı qələbə gözləyirəm səfərdə. Yəni çox çətin qələbə olacaq. Mən elə gəlir keçəcək. Keçməsə təəccüblənməyəcəm. Bu Sofyanı görəndən sonra Rafaelin sözünə qüvvət. Amma məncə keçəcək. Rafael da mən Qarabağın burada qələbə qazanacağını gözləyirdim 2-1. Amma olmadı. Orada bilmirəm, uzatmaya da gedə bilər orada. Rafael mən o Qarabağı mənim üçün çox böyük sualdır. Sualdır. Bağlı qutudur. Gizli mən bilmirəm Qarabağ üçün. Yox, 2 top fərq Minsk. Neftçi 1-3. Odacaq oyuna əlavə vaxta gedəcək. Siz arxayınsınız, amma mən də yenə də mən birinci oyunda arxayın idim ki, Minsk udacaq. Alınmadı. Bu nəticədən, bu oyundan sonra demirəm, oyun danışdıq, amma məncə keçməyəcək. 1 top fərqi ilə uda bilər. 2 top fərqi ilə olacaq. Hə? 2 top fərqi ilə olacaq. Qələbəsi sən keçəcək, keçməyəcək. 4-1 Neftçi udacaq. Udacaq. Mən də üçümüz qələbə gözləyirik, amma mən turu keçmədən qələbə gözləyirəm. Rafaellə Ziya çox inamlı qələbə gözləyirlər ki, Neftçi turu keçəcək. Neftçi bu oyunda buraxdığı səhvləri orada buraxmayacaq. Neftçi
Düzdür. Braqa düşür də növbəti Bu mərhələ. Braqa Braqa oynayan idi. fərqi Gidib lap oynasın, uduzsun Braqaya. Hə, yəni Nə çətin dəxli? Bu olacaq. keçməlidir Amma ki, bunu keçməlidir. Reyting komanda var, özünə özü inansın. hə, biraz inanma gəlsin. Bax belə bir də qaldı Sabah. Sabah bəllidir. Məncə Sabah. Sabaha 0-2. qaldı. Sabah 0-2. 2-1. Tenislə nəticə 3-0. oxşar. 3-0. Hə, 0-2-0. Sabah 3-0 orada elə udacaq onlar. Hə, o biraz Hissədə 2 dənə vurub söhbət bu tur həll haqqında da edəcək. inamlı danışmışdıq. Çox bərbad oldu Azərbaycan klubları üçün, amma belə deyək, bu dəfə yəqin ki o səhvləri düzəldəcəklər. İkinci mərhələ üçün biz göydən danışmırıq, göylə getmirik. Azərbaycan klublarına yaraşmır o məsələ, amma belə deyək də ən azı bu rəqiblərlə hər biri favorit idilər və keçməyə borclu demək, amma keçməli idilər. Ona görə eyni fikirlərimiz ilk oyunlardan sonra da qalır. Neqativ nəticələrdən sonra da qalır. Tək Sabah biraz pozitivdir, üzümüzü güldürür və onlar da ki aşkar favoritlər bu cütdə. Bax belə, siz də fikirlərinizi yaza bilərsiniz rəy bölməsində. Kanala abunə olun, Instagram kanalımızı izləyin. Rəy bölməsində də fikirlərinizi yazın. Bu cütlərdə, bu komandalar təmsilçilərimizdən hansı ikinci oyunu hansı nəticəni göstərəcək? Maraqlıdır. Gələn həftə bu dəfə şans olmadı, söhbətimiz çox uzun çəkdi. Gələn dəfə mütləq oxuyarıq ki, görək kimin fikirləri düzgün olub. Və əsaslandıra da bilərsiniz. Qısaca bir cümlə, iki cümlə. Bax belə, çox sağ olun ki, izləyirsiniz, dəyər verirsiniz. Sağ olun. Növbəti həftə yenidən görüşmək ümidi ilə. Hələlik.